başlanmışdı. Sivas Kongresi'ndə söhbət nədən gedirdi? Ərazinin bölüşdürülməsindən Osmanlı sultanını məcbur eləyib müqaviləni imzalatmışdır. Osmanlı ərazini bölüşdürməyinə 4 dövlət Yaxşı, Mustafa arasında. Kemal ilk kişi nə idi? Sivas Konqresinin müqaviləsinin şərtlərini ləğv eləmək, Osmanlını düşmənlərdən təmizləmək. Milli qüvvələri səfərbər etmək idi. Bu məqsədlə də hüquqları müdafiəçi cəmiyyətini yaratdılar. Düzdürmü? Hüquqları müdafiəçi cəmiyyəti, bax testdə bir gün var idi ki, Mudros barışığı çərçivəsində burada yazılıb hüquqlar müdafiəçi cəmiyyəti. Amma testdə salmışdılar ki, sizdə nə salırlar? Deyir, Sevr barışığı çərçivəsində. Səhv. Sevr yox. Mudros barışığı çərçivəsində Türkiyə sərhədlərində azadlıq mübarizəsinə çağırıldı. Düzdür. Yaxşı, milli azadlıq mübarizəsi neçənci illəri əhatə edirdi? 9-21. 1918-23. 18-23-cü illəri əhatə edirdi. Yaxşı, Mudros sülh müqaviləsi neçənci ildə imzalanmışdı? 18-29 oktyabr. Aha, düzdür. 1918-in oktyabrın 30-da imzalanmışdı. Yaxşı, Türkiyə Böyük Millətlər Məclisi nə vaxt yaradıldı? Mənə desin Əsmər. 1920. 1920-ci ilin aprelində, düzdürmü? Ankara'da yaradılmasını düz götürmək olar, yoxsa şeydə yaradılmışdı? Harda yaradılmışdı? İstanbul. Ankara götürmək olmaz, İstanbul götürmək olar yoxsa? Ankara Ankara 1923. Ay, sağ ol, düzdür. olmaz. Və Türkiyə Böyük Millətlər Məclisi çağırıldı. İlk sədri kim oldu? Mustafa Kemal. Mustafa Kemal. Mustafa Kemal. Yox, qoy Əsmər cavab versin. Əsmər. Yaxşı. Sevr müqaviləsi neçənci ildə idi Əsmər? 1920. 1920-ci ilin avqustundaydı, düzdür. Sevr müqaviləsində söhbət nədən gedirdi? Müqaviləsində orada İngiltərə, Fransa, bir də Yunanistan Osmanlıların bölüşdürülməsi. Bir də Türkiyənin şimal-şərqində Ermənistan, cənub-şərqində Türk dövləti yaradılmalı idi. Bir də Osmanlı faktiki olaraq müstəqil dövlət kimi varlığını dayandırdı. Axşamınız xeyir. Axşamınız xeyir. Yaxşı. Mənə desin, Əsmər, sən də bir dənə bu suala da cavab ver. Türkiyənin müstəqilliyi və sərhədləri tanındı. Neçənci ildə? 23. 23-ün iyulunda. 23-cü ildə, düzdür. Yaxşı, Sevr müqaviləsi qüvvədən düşdü Əsmər neçənci ildə? 23-də Lozanlardan sonra, yəni Lozan imzalayandan sonra. Aha, ekran görüntüsünü kaydedər, nesə. Yaxşı, Eləyirəm mənə mən. desin, mənə desin Tuncay. Tuncay buradasan? Yox, Akşin desin. Akşin buradasan? İşte Aha. Lozanna konfransı dedik neçənci ildə idi? 1923. 1923-cü ildə. Söhbət nədən gedirdi Lozanna sülhündə? Türkiyənin müstəqilliyini və sərhədləri tanınır. Aha. Buradakı iqtisadi imtiyazları kapitulasiyalar verilir də. Deyir ki, Türkiyə ərazisində əcnəbilərə iqtisadi sahədə imtiyazlar verən kapitulasiyalar aradan qaldırılır. Aradan qaldırılır artıq o. Onunla yadda saxla. Sakarya döyüşü neçənci ildə baş vermişdi? 21. 1921. 1921-ci ildə Sakarya döyüşü baş vermişdi. Nəticəsi nə olur? Kim məğlub olur? Yunanlı məğlub oldu. Yunanlar məğlub olur. Mustafa Kemala hansı ləqəb verilir? Atatürk. Atatürk. Yox. Qazi. Qazi. Yaxşı. Gümrü müqaviləsi neçənci ildə idi? 1923. Gümrü. 20-də. 1920. 1920-ci ilin dekabrındaydı. Həmin burada müqavilədə nə deyilirdi? Yaman çıxmalı. Erməni hökuməti Anadolu ərazilərinin iddialarından əl çəkirdi, belə deyək. Amma Anadolunu tərk etməsi bir dəfəlik 1922-dir. Amma Anadoludan əl çəkməsi 20-nin dekabrıdır. Bir dəfəlik tərk etməsi sözünü gördünsə 22-dir. Yaxşı. Onu da dedik, bunu da dedik, Sevr müqaviləsində dedik. Yaxşı, Akşin. Sən mənə de. Sevr müqaviləsi qüvvədən düşdü neçənci ildə? İşte Lozanada. Lozanna sülhündən sonra. Yadda saxla, sonra düşür ha. Yaxşı.
Mustafa Kemalın siyasi, hüquqi, iqtisadi, mədəni tədbirləri var idi. Düzdürmü? Bəli. Bəli. Aşıq bir ikisi ləğv olundu. Bunların hansında? Hansı tədbirində ləğv olundu islahatında? Aşar müəllim, siyasət. İqtisadi olaraq aşar vergisinin ləğv olunması. Bəli, Aşağı çünki doğru verici iqtisadi. puldur da. İqtisadi də ağzında desin, iqtisadi. Yaxşı. Lozanna konfransında demişdik ki, nə demişdik Lozanna konfransında? Dedik ki, əcnəbilərə iqtisadi sahədə imtiyazlar verən kapitasiyalar aradan qaldırılır, düzdür? Yaxşı. Bəli. Lozanna konfransında əcnəbilərə iqtisadi sahədə imtiyazlar verən kapitasiyalar ləğv edildi. Nə vaxt? Hansı sahədə? Sosial. İqtisadi sahədə bu. Kapitasiyalar aradan qaldırılması 23-dür, Lozannadır. Amma ləğv edilməsi Mustafa Kemalın iqtisadi islahatıdır, yadında saxla. Yaxşı. Türkiyənin ilk konstitusiyası nə vaxt idakşı? 1924. 1924-cü ildə. Mənə desin Tuncay. Tuncay burdasan? Bəli. Şəriət məhkəməsi ləğv olundu. Tuncay nə vaxt? Şəriət məhkəməsində, yəni bu islahatları keçirəndə eləyir də, yəqin ki 23-24 olar. Hansı islahatında ləğv olunur? Ha, elə, siyasi. Hansı? Siyasi. Hüquqi. Həm siyasətlə Şəriət bağlı. məhkəməsinin ləğvi hüquqidir. Mülki və cinayət məcəlləsinin qəbul edilməsi hansı islahatındadır? Nə dediniz? Mülki və cinayət məcəllələrin qəbulu hansı Ha. islahatındadır Mustafa Kemalın? Hüquqi. Hüquqi islahatında. Şəriət və Vəqflər Nazirliyi ləğv edildi. Hansı islahatında? Ha, mən bəxt dediyim onda bu idi, amma o siyasi. Siyasi. Yaxşı, mədrəsələr bağlandı. Bu hansı islahat idi? Mədrəsə bağlanırsa, böyük mədrəsənin bağlanması. Mədrəsələrin bağlanması hansı islahatdır? Siyasi. Siyasi, hə. Bu da siyasi. Bir dənə o canlıda 15 nəfər var. Bir dənə zəhmət olmasa takip atağın. Bir də videolar bəyənəyin də paylaşımları. Bir də kimlər ödənişsiz qrupa qoşulmaq istəyirsə, bir dənə orada bioda nömrəmiz var. Ona yazsın ödənişsiz qrupa salalım. Hər axşam sual-cavab olur tarixdən. Yaxşı. Mənə desin. Mədəni sahədə tədbirini də görək mənə. Tuncay. Mədəni sahədə bir Avropa təqvimindən keçir, bir də ərəb əlifbası idi. Onu ləğv edirdi, onun yerinə Latın əlifbasına keçir. Yaxşı, etadizm siyasət tətbiq edildi. Hansı islahatda deyə də bilməliyik. İqtisadi. İqtisadi islahatında düzdür. Qadınlarla kişilərlə bərabər hüququn verilməsi Bu hüquq. hüquq islahatında. Yaxşı, ruhanilərin bütün var dövlətlərdən məhrum oldu. Bax, bütün sözünü diqqətlə. Ruhanilər bütün var dövlətlərdən məhrum oldu. Bu siyasi. Düzdür. Yaxşı. Türkiyə Respublikası dediyi nə vaxtdır? 23. 1923-cü ildə Türkiyə Respublikası. Yaxşı. Türkiyə Böyük Millətlər Məclisinin Sultan hakimiyyətini ləğv etməsi Sultan hakimiyyətini 22-də ləğv edirlər. 22-də. Düzdür. Səhər burdasınız? Salam, Türkiyədir. Bəli. ABŞ-dır. Aha, Səhər, sizdən başlayaq. Mərkəzi Bank yaradıldı. Hansı islahatında? İqtisadi. İqtisadi islahatında Mərkəzi Bank yaranır, aşar vergisi ləğv olunur, etadizm siyasəti həyata keçirilir. Hamısını yaddan çıxarmayın ha, yaxşı. Bir də deyir Lozanna konfransında var, əcnəbilərə iqtisadi sahədə imtiyazlar verən kapitasiyalar aradan qaldırılır. Bunun hamısı dedi hansı islahatdadır? İqtisadi islahatdadır, düzdür. Yaxşı. Qoy bir dənə də bunu da mən deyim. O çıxdı. Hüquqi islahatında konstitusiyanın qəbuludur. Kişilərlə qadınlarla bərabər hüquqların verilməsidir. Bir də nə idi? Mülki və cinayət məcəlləsinin qəbul olunması. Bu hüquqi islahatdır, hüquqi. Yaxşı, siyasi islahatda dedik, Sultan hakimiyyəti ləğv olundu. Türkiyədə Respublika elan olundu 23-də, xilafət ləğv olundu 24-də, Şəriət və Vəqflər Nazirliyi ləğv olundu, mədrəsələr bağlandı, ruhanilər bütün var dövlətlərdən, bax, bütün var dövlətlərdən məhrum oldu. Bu siyasi islahatdır. Yaxşı, paytaxt Ankaraya köçürülməsi. Səhər, buyur. 1923 oktyabr. 23 oktyabrında düzdür. Yaxşı, soyad haqqında qanun nə vaxt idi? 34. 34. Mustafa Kemal Atatürk ləqəbinin verilməsi bəs nə vaxt idi? O da 34.
Bu da 34-cü ildə idi, düzdür. Türkiyə Millətlər Məclisinə nə vaxt daxil oldu? Neçənci ildə? Türkiyə 1932. Millətlər Məclisinə daxil olması 32. 32-ci ildə. Montre konfransı. Söhbət nədən gedirdi? Montreal Konferansı 1936-cı ildə keçirilmişdi. Burada deməli Türkiyə Qaradəniz boğazlarına aid hüququnu əldə edir. Yəni daha üstün. Ha, düzdür. Bir dənə zəhmət olmasa TikTokda canlı olanlar, bir dənə takibətində zəhmət olmasa. Hər axşam saat 9-un yarısı sual-cavab olunacaq, hamı qoşula bilər. Yaxşı, mənə desin Xəyalə, burdasınız? Xəyalə. Bəli. Yaxşı, Montre konfransı dedik söhbət nədən gedir, neçənci ildə idi? Yeni gələnlər xoş gəlibsiz. Montre konfransı neçənci ildə idi? 35. 1936. 36. Yaxşı, Sakarya döyüşü neçənci ildə idi? Xəyalə, Sakarya döyüşü. Yeni gələnlər xoş gəlibsiz. Zəhmət olmasa canlı bəyənəyin. Bəyənməzdi. Bir dənə zəhmət olmasa canlı bəyənəyin. Sakarya döyüşü neçənci ildə idi? 1921. Yaxşı. Sivas konqresi neçənci ildə idi Xəyalə? Xəyalə yandı getdi. Deyəsən Xəyalə oxumur. Yaxşı, Leyla, burdasınız? Leyla Məmmədli. Bəli, buradayım. Yaxşı. ABŞ-ın hansı prezidentin dövründə ilk iş tədbiri var büdcə vəsaitlərinin qənaətlə istifadəsi. Büdcə vəsaitlərinin qənaətlə istifadəsi ABŞ-ın hansı prezidentin dövründə? Zəhmət olmasa canlı bəyənəyin, bir dənə də takib atağında hamı. Takib atsın, hər gün bax belə sual-cavab olacaq. Qoşula bilərsiniz dərslərimizə, yararlana bilərsiniz. Yüksək nəticə əldə edə bilərsiniz. Ödənişli dərslərimiz də həftənin 7 günüdür, hər səhər axşam. Hə, Leyla Məmmədli, dedik, ABŞ-ın hansı Harding. prezidentin dövründə büdcə vəsaitlərinin qənaətlə istifadəsi? Harding. Hardingin hakimiyyətləri? 21-23. Aha. Yaxşı, Hardingin xarici siyasəti? Almaniya ilə dostluq münasibət Almaniya ilə sülh müqavilədir. İlk addımı bəs nə idi bəs? Birinci Dünya müharibəsi dövründə rəqiblərlə münasibətləri nizamlamaq, sonra isə gəlir ABŞ nə edir? Almaniya ilə sülh müqavilə imzalayır, düzdürmü? Uzaq şərqdə vəziyyətin nizamlanması, donanmada silahların məhdudlaşdırılması yaddan çıxarmayın. Yaxşı, bir də deyir ki, 1921-22-ci ildə Vaşinqton konfransında Çinin suverenliyi və ərazi bütövlüyü təsdiqləndi. Yeni gələnlər xoş gəlibsiniz. Zəhmət olmasa canlı bəyənəyin. Yaxşı. Kuçin hakimiyyət ilə neçənci ildir, Leyla? 1925-29. 25-29. Yaxşı. Deyəsən belə sual verim. Konveyer sistemi ABŞ hansı prezident dövründə idi? O da Kulic. Kulins. Yaxşı. Almaniya ilə sülh müqaviləsi hansı dövründə idi prezidentin? ABŞ prezidenti. Harding'da olub. Harding. Bəli, düzdür. Yaxşı. Dünya iqtisadi böhran. 1930-33. ABŞ hansı prezident dövründə idi? Bu veridi. Bu verin, düzdür. Keçirik. Nisə burdasan? Bəli, müəllim burada. Nə oldu görəsən ay Allah? Hə, getdi. Bəli, müəllim. Dedik ki, mühacirət axını, mühacirət qanunu ABŞ-ın hansı prezidentin dövründə idi? Franklin Roosevelt. Mühacirət qanunu, mühacirət. Bu getmək olar. Coolidge, bəli, Calvin Coolidge'in dövründə şərqdən gələnlərə qadağan qoydu, xüsusilə də Yaponiyada. Yaxşı. ABŞ-ın hansı prezidentin dövründə idi ki, ABŞ-ın hansı prezidentin dövründə idi ki, yeni gələnlər xoş gəlibsiz. Deyir, ABŞ-ın Filippin və Havay adalarında hərbi strateji mövqeyi möhkəmləndirildi. Bu Yeni gələnlər xoş Coolidge, gəlibsiz. Zəhmət olmasa canlı bəyənən takib atağın. Düzdür, Coolidge'in dövründə idi, düzdür. Fundamentalizm qanunu. o da Yəni dini Coolidge'dədir, Meymun məhkəməsi. ay sağ olun. Bunu kim pozmuşdu? Neçənci ildə? Harding idi. John Scopes'u 1925-ci ildə pozmuşdu. John Scopes'u yadda saxladın. Yadıma düşdü, bəli, müəllim.
Yaxşı. ABŞ-ın hansı prezident dövründə yeni xətt siyasəti həyata keçirilmişdi? Franklin Roosevelt. Ay sağ ol, düzdür. Yeni gələnlər xoş gəlibsiniz. Zəhmət olmasa canlı bəyənəyin. Bir dənə takip atağın. Düzdür. ANC-ın hansı prezidenti dövründə ANC-ın iş biznesi şüarını irəli sürmüşdü? Calvin Coolidge. Polis, düzdür. Ya çiçəklənmə illəri. 25-29. Yaxşı. İstehsal üzərində dövlət nəzarətinin ləğvi. Calvin Coolidge. Ama Franklin kimdən Roosevelt oxşardır? qadağan eləməmişdi. Hardisından oxşarlıq götürmək olar. Bəli, götürmək olar. Yaxşı. Böyük böhran ABŞ-ın hansı prezidenti dövründə idi? Yeni gələnlər xoş gəlibsiniz. O Böyük da böhran. 29-cu ildə idi. Hardingə düşür səhv eləmirəmsə. Böyük böhran 29 Hoover. Hooverə düşür. Hoover. 29-30 Hoover'in hakimiyyət illəridir. Qarışdırma bunları. Antara Yaxşı. Aynısı. Bəli, müəllim. Yaxşı. Sənin bir dənə də sual. Bir dənə də sual. Bir tərəflik haqqında qanun 1935, 1941-in dekabrında Lend-Lizindən onun əksini eləmişdilər. Yəni, onun haqqında danışmasa siz sual verirsiniz mənə. Deməli, təcavüz olunan dövlətlə təcavüz edilən dövlət eyni idi. Bir də ki, heç bir dövlətə kömək eləməyəcəkdi ABŞ. Bu idi bir tərəflik haqqında qanun. Amma məhdud cəhəti nə idi? 1941-də Bir tərəflik haqqında qanun məhdud cəhəti. məhdud gələnlər cəhəti o idi ki, təcavüz edilən dövlətlə məruz qalan dövlət eyni sayılırdı. Yəni tutam ermənilər bizi işğal eləyirsə, soyqırım törədirsə, o bizə təcavüz etmiş sayılır. Bizi ilə erməninin statusu onun gözündə eyni olurdu. Bu da mənfi Ay sağ ol. cəhəti idi. ABŞ SSR-ni dövlət kimi tanıdığına bax. 33. 33 düzdür. Yaxşı. Mənə desin. Əsmər burdasınız? Bəli. Yaxşı. Roosevelt'in dediyi hakimiyyətləri, aleykum salam. Yeni gələnlər xoş gəlibsiniz. Roosevelt'in 33 hakimiyyətləri. Aha, Roosevelt'in deyir bank sistemi həyata keçirilmişdi. Bu kimdən oxşarlıqdır? Polislə. Ay sağ ol, düzdür. Yaxşı, iqtisadi böhran deyir, ölkənin iqtisadi böhrandan çıxarmaq üçün islahatlar həyata keçirilmişdi. ABŞ-ın hansı prezidentliklərinin oxşarlığıdır bu? Yeni gələnlər xoş gəlibsiniz. Zəhmət olmasa canlı bəyənəyin bir dənə. Takip atmağı unutmayın. Dərslərin davamlı gəlmək istəyirsə bir dənə zəhmət olmasa takip atağın. Hə, Əsmər dedik nə vaxtı? Hansı prezident dövründə idi? Rooseveltləri. Frank Roosevelt, Theodore Roosevelt. Bunların dövründə iqtisadi böhrandan çıxmaq üçün islahatlar həyata keçirilmişdi. Düzdürmü? Yaxşı. Əsmər, bir dənə də sual de mənə. Bir dənə dedi. Tədricilik siyasəti ABŞ-ın hansı prezidentlik dövründə idi? Zəhmət olmasa canlı bəyənəyin. Roosevelt. Bir dənə takip atanda zəhmət olmasa. Takip atmağı unutmayın. Hər axşam bax belə 9-un yarı sual cavab olacaq. Hoover'in hakimiyyət illəri. Bir dənə deyə zəhmət olmasa. Hoover'in hakimiyyət illəri. 24-29. 29-33. Hoover 29-33'dür. Roosevelt isə 33-45'dir. Yaxşı, fundamentalizm qanunu, dini hərəkəti neçənci ildə idi və ABŞ-ın hansı prezidentin dövrünə düşür? Coolidge. O Coolidge'in dövründə idi. O da olmuşdu 25'də. Aha, 1925-ci. Bunu kim ləğv eləmişdi dedi? Bu hansı fənnin müəllimi idi? Bax bunu ləğv eləmişdi. John Scopes ləğv eləmişdi. Hansı müəllimi idi? Biologiya müəllimi idi. Yaxşımı? Yaddan çıxarma. Yoxsulluğu aradan qaldırmaq üçün plan hazırladı. Kim? ABŞ-ın hansı prezidenti? Roosevelt. Hoover. Yoxsulluğu aradan qaldırmaq üçün plan hazırladı. Roosevelt. Roosevelt nədir? Hoover. Yaxşı. Bir dənə də sual gələcək. Leibniz qanunu dedi, neçənci ildə idi? Zəhmət olmasa takip atağın. 97 nəfər canlı adam var. Bir dənə zəhmət olmasa takip atağın hamı. Dedik. Leibniz qanunu neçənci ildə idi? Leibniz qanunu. 41. Yaxşı. Bir dənə də sual. ABŞ SSR-ni dövlət kimi tanıdı neçənci ildə? 33'də. Aha, 33'də düzdür. Getdi. Bir də haram vermişdim sizə? Almaniya. Çin üsyanı neçənci ildə idi? Əsmər, Çil üsyanı neçənci ildə idi? Zəhmət olmasa canlı bəyənəni takip atmağı unutmayın. Çil üsyanı, Çil. Nisa buyur. 1918. 1918-ci ildə Çil üsyanı baş vermişdi. Yaxşı, Weimar Respublika
Mənə desin Tuncay. Tuncay burdasan? Aha, bəli. 1919-dan 33-ə qədər. Aha, 1919-33. Weimar Respublikada söhbət nədən gedir Tuncay? Bir dənə zəhmət olmasa takib atağın. Weimar Respublika qəbul burada parlamentlə o seçilir. O da Weimar şəhərində seçildiyi üçün deyəsən elə adlanır 33-ə qədər. Sonradan Ha. Hitler falan gəlir deyə artıq dəyişir totalitar rejim. Almaniya prezidentliyi parlamentli respublika elan olundu. Sonra qanunverici orqan Reichstag, başçı prezident, hökumət başçısı kim idi bəs? Reichskansler. Ay sağ ol, düzdür. Zəhmət olmasa takib atağın bir dənə. Takib atmağı unutmayalım. 73 nəfər canında adam var. Neçə nəfər takib gəlsə, hər axşam bu sual cavab eləyəcəm. Bax, 73 nəfərin yarısı. Getdik. Yaxşı. Birinci Dünya müharibəsinin Almaniya üçün nəticələri nə oldu? Alman nəticələri belə ki, pis oldu, çünki məğlub dövlət kimi çıxdı, məcbur qaldı təzminat ödədi. Buna isə 33-cü ildə Roosevelt qayıdır, Harding falan deyirlər ki, yenidən baxaq bu məsələyə. Orada təzminatdan azad olur. O dövrə kimi sonra inflyasiya falan olur, iqtisadiyyat birdən-birə çökəlir, yəni pis günə düşür. Yaxşı, 1919-cu ilin 28 iyul Versal müqaviləsi ilə Almaniya hansı ərazilərdən məhrum oldu? Elzas və Lotaringiya. Ay sağ ol, düzdür. Yaxşı, Lokarno konfransı neçənci ildə idi? Locarno 1925. 1925. Almaniya Millətlər Cəmiyyətinin üzv qəbul oldu. Neçənci ildə? 26. 1926. Yaxşı, pivəxana qiyamı neçənci ildə idi? Pivəxana qiyamı 33 idi, 34 idi. Pivəxana qiyamı 23. Bir dənə zəhmət olmasa canlı bəyənəyin də. Maşallah, canlıda çox adam var, bəyənməzdir. Pivəxana qiyamı testə salsalar uğursuzluqla nəticələndi. Düzdür? Uğursuzluqla nəticələnir. Yoxsa necə? Uğursuz olur. Həbs Testə edir. salsalar ki, Hitler həbs olunur. Düzdür? Aha, həbs edirlər. Bəli, Hitler həbs olunur. Düzdür. Yaxşı. Keçək. Almaniyada yəhudilərə qarşı qırğınların törədilməsi neçənci ildə Almaniyada yəhudilərə qarşı qırğınlar törədilmişdi? Zəhmət olmasa bir dənə takib atağında. Almaniyada qırğınların törədilməsi buna da deyirdilər, antisemitizm siyasəti idi. 38-ci Neçənci ildə idi? İlli mədə, illi. 8-in noyabrında var idi. Aha, düzdür. Yəni də səs echo verdi. Bax görsünüz. Rusiya Respublika elan olundu neçənci ildə? 1918-in sentyabrın 1-i. 1918-ci ilin sentyabrın 1-də Rusiya Respublika elan olunur. Düzdür. Bolşeviklər konstitusiyası qəbul olundu neçənci ildə? Elə o da 1918. 1918-ci ildə idi. Düzdür. Ərzaq sapalığı. Ərzaq tapılağı belə ki, kommunizm dövründə idi, 2021. Sağ ol. Yaxşı, ərzaq vergisi. O artıq yeni iqtisadi siyasətdə olur. Stalin hakimiyyət illəri. Stalin 24-dən 53-ə. 24-53-cü ildə idi. Yaxşı, bir dənə də sən mənə sual ver. Qoy bir dənə də sənə deyim də mənə sual ver. Pasport sistemi. 32. 32, düzdür. Genua konfransı. 22. Səhər burdasınız? Bəli. Yaxşı. SSR, yəni Rusiya, İran, Əfqanistan, Türkiyə ilə müqavilə imzaladı neçənci ildə? Bir dənə zəhmət olmasa takib et ağın, canlı bəyənəyin, ekranı paylaşan qoy canlı qalsın zəhmət olmasa. 21-ci ildə, düzdür. Yaxşı, ABŞ SSR-ni dövlət kimi tanıdı neçənci ildə? 33. 33. Yaxşı. Neçənci ildə SSR Millətlər Cəmiyyətinin üzv qəbul oldu və nə vaxt çıxdı? 34-də qəbul olur. Yo, ilkin sizlə deyiləm, səhərlənəm. Sizə də növbə gələcəyində. Hə, neçənci ildə? Çıxmağını dəqiq bilmirəm. 34-də daxil oldu, 39-da çıxdı. Yaxşı, yadında saxla bir dəfəlik onu. Yaxşı, Molotov-Ribbentrop paktı neçənci ildə idi? 39. Kimlər arasında idi? Bunlar deyir, kimə hücum etməyəcək? Yeni gələnlər, xoş gəlibsiniz. Almaniya və SSR. Hə, Almaniyanın SSR deyir ki, bir-birinə hücum etməmək haqqında Molotov-Ribbentrop paktı imzalanmış. Düzdürmü? Burada da gizli protokol irəli sürülmüşdü. Burada gizli protokolda söhbət nədən gedirdi? Yeni gələnlər, xoş gəlibsiniz. Zəhmət olsun. Almaniya və SSR arasında bölünürdü. Polşayı da Bir də Polşanın bölüşdürülməsi, ay sağ ol, düzdür. Yaxşı, bu gün qrupa da səs atıb demişdim ki,
Dedim ki, SSR kimi Monqolistandan çıxartdı? Xəritədə tap. Xəritə üzərində vermişdi ki, SSR-yi kimi Monqolistandan çıxarmışdı? Yaponlar. Yaponları. Neçənci ildə çıxarmışdı? 1939-cu ildə. Bu cümləni yaddan çıxarmayın, ha, yadınızda saxlayın. 39-da Molotov-Ribbentrop paktı ilə eyni ildədir. Yeni gələnlər, xoş gəlibsiniz. Yaxşı. Bir dənə mənə sual ver, bir dənə deyim. SSR-in ilk konstitusiyası neçənci ildə dedik? 24. 24-cü ildə. Birinci Sovetlər qurtardı. Neçənci ildə dedik? 22. 22-ci ildə idi, düzdür. Birinci Sovetlər. Bir də Almaniyanın təzminat ödənməsi vaxtı uzadıldı. Yaxşımı? Yumşalma dövrü neçənci ildə idi? 24-29. Yaxşı, Lokarno konfransı harda imzalanmışdı? Harda keçirilmişdi? Yeni gələnlər, xoş gəlibsiniz. Zəhmət olmasa canlı bəyənəyin, takip atağın. Neden? İsveçrədə keçirilmişdi. Brion-Kelo paktı bəs? Brion-Kelo paktı. Fransa'da. Fransada 1928-ci ildə, düzdür. Yaxşı. Getdik. Bir dənə də suala. Streza konfransı. Streza konfransı neçənci ildə idi? 35. İngiltərə, Fransa, İtaliyanın iştirakı ilə. Səhərdən sonra keçirik. Könül Səfərdə buradasınız. Könül Səfərova. Könül Səfərova yoxdur. Xəyalət Ağzadə. Ben yok. Yaxşı, Streza konfransı dediyi neçənci ildə idi? 35'te 35-də. Kimlər imzalamışdı? İtalya var idi, İngiltere, Fransa. Aysa. İF. Ya, iflə yadda sax. Yaxşı. Bir dənə də mənə sual ver. Almaniya, İtaliya ittifaqı neçənci ildə bağlandı? 30 36. 36. Antikomintern paktı neçənci ildə idi? Antikomintern paktı. 38 Komiteri. 36. 36 O da sonradan bunlara qoşulan İtaliyadır, Macarıstandır, İspaniya bunlara qoşulmuşdur. Düzdür. Bir dənə zəhmət olmasa takip atağın, canlı bəyənəyin. Yaxşı. İspaniyada vətəndaş müharibəsi neçənci ildə idi? 36 39 36-39. Yeni gələnlər, xoş gəlibsiniz. Münhen sövdələşməsi neçənci ildə idi, yəni konfransı? 38 38-dir, düzdür. Ondan sonra Polad paktı neçənci ildə idi? 39 Yaxşı. İtaliya Albaniyanı işğal edir, cümləsi düzdür. düzdü. Neçənci ildə işğal etmişdi? 39'da 39-da, düzdür. Yeni gələnlər, xoş gəlibsiniz. Zəhmət olmasa canlı bəyənəyin. Yaxşı. Polad paktını imzalayan dedik kimlərdir? Almanya imzalıyor Də, İtalya ile. İtaliya. Molotov-Ribbentrop paktını imzalayan kimlər idi bəs? Sonradan buna kim qoşulmuşdu neçənci ildə bəs? 29'da SSR 29-cu ildə qoşulmuşdu, düzdür. Yaxşı, İspaniyada xalq cəbhəsi hakimiyyətə gəldi neçənci ildə? 39 36. Tamam. İspaniya general kim idi burada? Qiyam qaldırır. Franco. Yadda saxla. Yaxşı. Bir də de. İtaliyanın Liviyada kimyəvi silahdan istifadə etməsi neçənci ildir? Neçənci ildir xəyalə? bilmiyorum. 32. Yaxşı. Nərmin buradasınız. Nərmin yoxdur. Nisa burdasan? Vermez. Yoxsulluq haqqında qanun ABŞ-ın hansı prezident dövründədir? Bir dənə zəhmət olmasa canlı bəyənəyin. Bir dənə canlı bəyənəyin takip atağın. 933 düzdür. Yaxşı. Filip və Havay adalarının sözünü gördüksə ABŞ-ın hansı prezident gözləsən? Polici. Zəhmət olmasa canlı bəyənəyin. Yeni gələnlər xoş gəlibsiniz. 25-29. Putin dövründə. Düzdür. Yaxşı. Bir dənə də mühacirət axını. O da Kolicin dövründədir. O da Kulisin dövründə, düzdür. Yaxşı, bir dənə də sual cavab ver. Yaxşı.
Hansı konfransda Çinin suverenliyi və ərazi bütövlüyü Versa təsdiqləndi? Washington. Onun əraziləri Yaponiyaya verilmişdi əvvəllər. Ay sağ ol. Mənə desin Tuncay. Tuncay, büdcə vəsaitlərinin qənaətlə istifadəsini ABŞ-ın hansı prezident dövründədir? Zəhmət olmasa canlı bəyənən yeni gələnlər xoş gəldiniz. Harding. Harding. Səs echo verdi yandı. ABŞ Almaniya ilə sülh müqavilə imzaladı. ABŞ-ın hansı prezident dövründə? ABŞ Warren Almanya Harding. 46. Bir dənə takip atan zəhmət olmasa. Bu bir dənə Hemen. takip istəyə gəlsin. Bir dənə takip atağın. Hə. Dedi ABŞ ABŞ-ın iş biznesi. Calvin Polis. Kulis düzdür. Kulisin hakimiyyətləri neçənci ildə dedi? 25-29. Yaddan 29. çıxarma. Hoover'in hakimiyyətləri 29-33. 29-33. Yaxşı. Bir dənə də getdi. Bank sistemi ABŞ-ın hansı prezidentin dövründə idi? Bank. Bank sistemi Franklin. Roosevelt. Roosevelt. Roosevelt düzdür.